Sizcə Azərbaycanda nə qədər sürücü avtomobilinin təkəri haqqında məlumatlıdır? Ona görə qərara gəldik ki, Radiusun xüsusi komandası ilə Lukoylun Babək filialında sürücülərə yaxınlaşaq və onlara peşəkarlar təkərlər haqqında rəy versinlər. Nəticə ilə tanış olun, çünki həqiqətən də çox maraqlıdır və biz əslində elə bunu da gözləyirdik. Radius Təkər Mərkəzinin xüsusi təyinatlı təkər mütəxəssisləridir. Biz fikirləşdik ki, sürücülər onsuz da zapravkaya YDM girəndə biz onları tuta bilirik də bir 5 dəqiqəlik və onlara bu informasiyanı vermək istəyirik ki, bu dəqiqə sizin təkərlərin vəziyyəti necədir? Həm yer dəyişməyə ehtiyac varmı, protektor qalınlığı, təyinatı bu barədə sizə informasiya veriləcək. Bir də sizə Radiusdan bir 50 manatlıq kart veriləcək. Sizə nə vaxt uyğun oldu bu xidmətlərdən faydalanmaq üçün. Və beləliklə Radiusun xüsusi təyinatlı komandası təkərlərlə tanış olmağa başlayır. Vizual olaraq aydındır, avtomobilin ön təkərləri çox pis vəziyyətdədir, yer dəyişmə aparılmayıb və bu da həmin o dediyimiz məqamlardan biridir. Təkərlər vaxtında yer dəyişmə edəndə onlar bərabər yeyilir və onların da ömrü demək olar ki, elə eyni dərəcədə qısalmağa başlayır. Nəticə ilə sürücümüz tanış olacaq və əlbəttə ki, bu bir Hammer H3 modelidir. Buna uyğun olaraq təkərin təyinatından tutmuş vəziyyətinə qədər hər şeyi sürücümüzün bilməsi maraqlıdır. Havanı yəqin ki, aşağı eləmişsiniz ki, komfort versin sizə. Onu yəni məqsədli eləmişsiniz. Amma əslində o təkərə ziyandır. Sizə komfort verir, amma təkər üçün onun ömründən gedir. Orada belə də ya sürücü öz komfortunu qurban verir, deyir ki, okey də, eybi yox. Ya da ki, onunla razılaşır ki, təkər uzun ömürlü olsun. Bəli, sürücümüz etiraf edir ki, mən bunu məqsədli şəkildə etmişəm, çünki avtomobil kifayət qədər sərtdir. O, təkərin hesabına necəsə yumşaqlıq istəyir, amma əlbəttə ki, bu təkərin ömrünə, bax, gördüyünüz səviyyədə əməli başlı təsir edir. Deməli, Əli bəy, qabaq şinlər demək olar ki, çox zəifdir. Ona görə ki, çox güman ki, yer dəyişmə etməmisiniz, təkərlər yeyilib. Arxalar normaldır, sadəcə biraz çartları var. Yəqin ki, çox istifadə olur və illəri köhnədir. Şinin istifadə müddəti avtomobilin üzərində də 4 ildir və yaxud ömrü isə 10 ildir ümumi. Yer dəyişməni 5000-dən bir eləyin gələcəkdə inşallah və 10.000-dən bir razval tövsiyə görürük. Sürücümüzün kuponu yazılır, ona təqdim olunur, 50 manatlıq kupondur və təbii ki, il sonuna qədər nə vaxt istəsə, Radius Babək filialına, Əlib Adamdar filialına yaxınlaşıb həmin xidmətlərdən faydalana biləcək. Davam edirik və bu dəfə yanacaq doldurma məntəqəsində növbəti avtomobilə yaxınlaşırıq. Seçimimiz çoxdur, ona görə də müxtəlif avtomobillərdən, müxtəlif nəticələri də elə İlk baxışdan hansından ki, hiss olunur ki, bu avtomobildə doğrudan da vəziyyət yaxşı deyil, elə xüsusən də onlara hədəf seçirik. Məsələn, bax, bu avtomobil, əslində sürücümüz deyir ki, mən yeni xidmət almışam, cəmi bir gün əvvəl xidmət almışam, amma təkərə baxan kimi bilinir ki, bu təkərin ən bəsit, ən əlifbası sayılır da, yəni təkərin ən sadə məsələsində, quraşdırılmasında səhvə yol veriblər. İnanın ki, şəhərimizdə kifayət qədər bu səhvə eləyən quraşdırma məntəqələri var. Nədir? Baxın, görün. Sadə bir məqam. Dünən qoyulan təkər tərsinə qoyulub. Inside out söhbəti ən bəsit bir şeydir. Bu, yəni təkərin əlifbasıdır. Bu təkər içi çölədir. Fikir verin, təkərin oxu bu yanadır. Yəni, bu belə getməlidir. Götürüb təkəri tərsinə qoyublar və bu tərsinə gedir. İndi bu, marka olaraq haqqında pis rəy yoxdur, amma artıq sürücünün marka haqqında rəyi pisdir. Deyir ki, Zay təkərdir. Amma niyə görə? Çünki düzgün qoyulmayıb. İç və çöl ən böyük səhvdir də, yəni ən bəsit bir məsələdir. Ən sadə elementar şeyləri bilməyən məntəqələrdə biz nə qədər belə əziyyətlər çəkirik. Məsələ budur. Sürücümüz haqlı olaraq xeyli əsəbləşdi, çünki xəbəri yoxdur. Məsələ budur, sürücünün xəbəri yoxdur və o inside out məsələsində təkərin içinin çölə, çölünün içəri olması dediyim kimi ən bəsit məsələdir və hətta gedəcəm onlara bunu tələb eləyəcəm filan şəklində sürücümüz əsəbləşdi. Haqlı da sayılır əslində. Sadəcə məsələ budur. Biz ona görə deyirik ki, bir çox sürücülər buna fikir vermir, getdiyi yerə inanır, etibar eləyir, amma nəticədə yəni onun xəbəri yoxdur ki, bu təkər əslində belə desək tərsinə fırlanır. Yenə də danışdığımız kimi biz bütün sürücülərə təbii ki, eyni dərəcədə 50 manatlıq kuponu veririk və onlara yazılı şəkildə qeyd veririk ki, sizin təkərin vəziyyəti budur. Bu bir növ protokoldur, onun əlindədir və hər yerdə eyni zamanda o buna istinad edə bilər. 50 manat pulsuzdur. 50 manat pulsuz. 50 manata qədər tam ki, yaxınlaşa bilərsiniz, yer dəyişmə eləyə bilərsiniz. Qabaq təkəri işini ən azından demontaj eləyə bilərsiniz. Balans eləyə bilərsiniz, ümumi balans eləyə bilərsiniz. Sonra qaldıraq maşını təkər bucaqlarını tənzimləmə aparatına, yəni ki, razvala, sıfırdan altını yoxlayaraq askını, ehtiyac olsa razval eləyərik. Radiusun xüsusi təyinatlı komandası əlbəttə ki, yenə məlumatdan sonra elə protokolumuza uyğun olaraq kuponu təqdim etdilər. Sürücü əlbəttə ki, ilin sonuna kimi, əlbəttə o ilin sonunu gözləməməlidir, amma yaxınlaşıb elə
ona ən yaxın Radius Babək filialından həmin o səhvlərin düzəlməsini istəyə bilər və bu kupon da onun üçün keçərlidir. Məkan haqqında ona qısa informasiya da verdik və növbəti avtomobilimizi seçirik. Bu dəfə bir Hyundai avtomobili, Hyundai Venue avtomobili. Sürücü daha çox avtomobil sektoruna yaxın adam olduğunu bildirir və hər halda nə gözəl deyirik. Amma yenə də hər bir halda biz burada təbii ki, təkərlərin vəziyyəti yaxşı olan, düz olan, məlumatlı sürücüləri də görmək istəyirik. O demək deyil ki, hamısında problem axtarırıq. Amma yenə də ən azından indi bizim komandanın müşahidəsi nədən ibarətdir, onu eşidəcəksiniz və əlbəttə ki, bu sahədə ideal tapmaq həqiqətən də çətin məsələdir. Ümumi təkərləriniz qaydasındadır. Sadəcə təkərlərin havasına zəhmət olmasa tənzimləyin. Təkərlərin havası 1.9 odur, 2.05 odur, 1.9 odur və bu 1.88 nəsə belə bir şey. 2 qapıda olan təzyiqi qoymağa daha tövsiyə edirik. İndi sizə 50 manatlıq kupon yazılacaq. Dekabr ayının 31-nə qədər yaxınlaşarsa Radiusun fərqi yoxdanız filialına. Beləliklə, sürücümüzə yenə də 50 manatlıq xüsusi kupon təqdim olunur. Ona avtomobilinin vəziyyəti haqqında qeydlər də təqdim olundu, sağollaşdıq və yanacaq doldurma məntəqəsinə daxil olan növbəti avtomobil. Bu, Land Rover, Range Rover bu qəbildən olan avtomobillərdən, amma həqiqətən də adam avtomobilin haqqını verib, çox bəyəndik. Təkərlər haqqında hər şey yüksək səviyyədir, təkərin vəziyyəti, təkərin yeniliyi, təyinatı, M+S olması və s. Sürücü özü onsuz da bundan əmin idi, amma yenə də bizə icazə verdi ki, bəli, ona ən azından təkərlərin vəziyyəti haqqında məlumat verək. Amma yenə də onun 50 manatlıq kuponu təqdim olundu. Bax, belə sürücülərə həmişə alqış düşür. Davam edirik. Yanacaq doldurma məntəqəsinə çox maraqlı bir avtomobil gəldi. Bu avtomobilin təkərinin vəziyyəti haqqında eşidəndə, necə deyərlər, 13 illik radio təcrübəm var. Mən hələ belə bir şey görməmişdim, nə də eşitməmişdim. Baxın, görün, vəziyyət necədir. 13 ilin təkəri deyirsin, 13 il. 2002-dir. Hayır, 2000'in təkəri. 2000'in də maşını var. 2002-də doğulanların uşağı zadı var. Ha? Əskəri yer bəlkə dedi. 2025'də qardaş. Əskəriyi də evlənəsə. Hatta 23 yaşı var, deyirəm, uşağı zadı var. Evləndirilirdi. O yox, o təkər sayılmır. 18'də gel 20'də qayıb gəlir. Yəni təkərin maksimum tullantı ömrü 10 ildir. Qardaş ikincini də tamamlayıb, 23 il. Yəni siz rekorda düşə bilərsiniz ki, 23 il təkərini sürürsünüz. Sürücümüzlə birtəhər sağollaşıb ona doğrudan da elə dualar edib yola salırıq. Çünki onu dualardan başqa bu vəziyyətdə heç nə qoruya bilməz və ümid edirik ki, o tezliklə bu məsələyə heç olmasa özü bir həll yolu tapacaq. Amma yenə də onun 50 manatlıq kuponu təqdim olundu. Yaxşı yol deyirik, özü də rayon yolu işləyir qardaş. Növbəti avtomobil də Mercedes-dir, amma bu C-klassdır. Bunlarda adətən bilirsiniz ki, ön və arxa təkərlər elə zavod quraşdırılması olaraq fərqli ölçülərdə olur. Amma yenə də burada müəyyən səhvlər var. Yəni hündürlük səhvinə yol verib sürücümüz, bilmirəm, bilərəkdən və ya bilməyərəkdən, amma yenə də biz ona bu barədə məlumatı veririk. Bu kimi hallarda təkərlərin diaqonal yer dəyişməsi əlbəttə ki, çətin olur. Amma biz bacardığımız qədər, məsələn, təkərlərin sağ və ya sol şəkildə dəyişdirilməsi haqqında ona məlumat verdik. Növbəti avtomobil isə Changan 05-dir, yenidir, cəmi 3000 km yol gedib, amma sürücü yenə də bu avtomobillə bağlı nə deyə bilərsiniz ki, maraqlı oldu. Məsələn, təkərlərin havasında müəyyən fərq var, baxmayaraq ki, yenidir. Amma biz ona izah etdik ki, siz məsələn, təkərlərin havasını azotla doldursanız, o cüzi fərqli olmayacaq. Çünki azot molekulaları daha böyük olur. Lukoil yanacaq doldurma məntəqəsinə bu dəfə xanım sürücü daxil oldu. Əlbəttə ki, o da etiraz etmədi təkərlər haqqında məlumat, amma dərhal fərq gözə çarpır. Xanımın avtomobilinin ön təkərində əməlli başlı təzyiq fərqi var. Xanım, təkərlərin təzyiqi azdır ya. Bozduq da, havası azdır. Təkərlərin vəziyyəti ilinə görə yaxşıdır. Prosta mən bilmirəm, yer dəyişmə ehtiyac var. Təkərlərin təzyiqi təcili qaldırılmalıdır. Elə bilin ki, bir təkər daimi burada olanda yük düşür elə bil ki, bu təkərə. Qabaqlar yorulur axı, pastayla qabaq. Arxa çeleşka kimi gəlir arxasına. Yəni ki, 4 video şit də bunlarda. Yaxınlaşarsınız bizim Radius şirkətinə, biz sizə 50%-lik, 50 manatlıq pulsuz bonus verəcəyik də. Yaxınlaşırsınız, bizim usta baxacaq, yəni ki, usta məsləhətinə uyğun olaraq təkərlərin yerini dəyişin. Niyə? Ona görə ki, hər bir təkərə daimi bir yerdə yük düşməsin. Yəni ki, bu təkər keçsin ora və yerlərini dəyişsinlər ki, pulunuza qənaət eləyin də. Ən azı elə bil ki, 80 min sürməlisiniz, sürəcəksiniz 90 min və s.
Xanım sürücümüzün də 50 manatlıq kuponunu təqdim edirik, ona izah edirik vəziyyəti və yaxşı yol. Növbəti avtomobil isə Amerikadan gəlib. Siz onu nəyə əsasən deyirsiniz dəyişilməlidir? Heç kimə demək 130 min sürmüşəm mən. Ola bilər də. Oradan gələndir. Orada nə qədər sürüblər bilmirəm. Bəli, avtomobillə bağlı yenə də o həmin kupondan təkər almaq üçün də istifadə edə bilər. Məsələn, öz təcrübəsinə görə bilir, amma biz daxil oluruq, elə orada dərhal telefonla Radius Az saytına baxırıq. Hansı seçimlər var? Sürücü elə onu soruşurdu ki, məsələn, mən hansı normal markaya müraciət edə bilərəm? Var idi, maraqlı variantlar var idi. Təbii ki, qərarı özü verəcək, amma yenə də Radiusun peşəkar komandası ona təkər haqqında detallı məlumatları çatdırmalıdır. Bildiyi də var, amma eyni zamanda təbii ki, ehtiyacı olan biliklərə də var. Növbəti avtomobil və sonuncu yaxınlaşdığımız BMW F10 avtomobili oldu. Maraqlıdır, məsələn, bu sürücümüz deyir ki, mən əslində servisə gedirəm, yəni hər halda ustası kimdirsə o qulluq eləyir və deyir ki, təkərlə bağlı mən adətən heç nəyə fikir vermirəm. Yəni, yəqin ki, ustam hər şeyi bilir. Bilirmi, bilmirmi? Təbii ki, yenə də informasiya veririk. Bu avtomobillərlə bağlı təhlükəli məqam nə ola bilər və ona da yenə də kuponu təqdim edirik. Yəni, ideal deyil və statistika göstərirdi ki, 10 avtomobildən cəmi 2 avtomobilə nisbətən normal demək olar. Bax, bu da gördüyünüz mənzərə. Gördüyünüz kimi sürücülərimizin nə qədər təkər mövzusunda bilmədiyi, səhv bildiyi məqamlar var. Biz bunu həm özümüz üçün bir statistika olaraq götürdük, həm də təbii ki, bu sürücülər real olaraq artıq sabah o barədə kimsə onları aldatmayacaq. Məqsədimiz budur. Radius Təkər Mərkəzinin bu xüsusi təyinatlı avtomobilini siz bundan sonra bir çox yerlərdə görəcəksiniz. Biz sizin qarşınıza çox yerdə çıxacağıq. Məqsədimiz budur. Həqiqətən də təkərlə bağlı hər bir sürücümüz düzgün bilsin, düzgün davransın və lazım olan xidmətlərdən vaxtında faydalansın. Və artıq bu görüntülər məncə sizə hər şeyi deyir. Təşəkkürlər, növbəti çəkilişdə görüşərik. Beləliklə, Radiusun peşəkar komandası ilə bizim ilk müşahidəmiz bax bunlardan ibarət oldu. Növbəti dəfə mütləq yaxın günlərdə yenə də bax belə yanacaq doldurma məntəqələrinin birində sizinlə görüşəcəyik. Təşəkkürlər.